Hörmətli istifadəçilər, mobil rabitə şəbəkələrində radiomaniyələrin yaranma səbəblərindən biri də fərdi qaydada quraşdırılan və istismar edilən siqnal gücləndiriciləridir. İcazəsiz istifadə olunan, sertifikatlaşdırılmamış və ya düzgün konfiqurasiya edilməmiş siqnal gücləndiricilərindən istifadə bəzi lokal yerlərdə mobil rabitə xidmətlərindən rahat istifadəni məhdudlaşdırır. Bu cür qurğuların istifadəsi yalnız onların istifadəçiləri üçün deyil, həm də ətraf ərazilərdə yaşayan digər mobil rabitə abonentləri üçün xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Mobil rabitə siqnallarının keyfiyyətində, dayanıqlığında və ya mobil internet sürətində problemlərlə qarşılaşdıqda vətəndaşlara aidiyyəti mobil rabitə operatorlarına müraciət etmələri tövsiyə olunur. Radiomaniyələrin araşdırılması və aradan qaldırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmiş. Bütün növ radiovericilərin və digər radio tezlikli qurğuların yaratdığı radiomaniyələrin qarşısının alınması qaydası ilə tənzimlənir. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi qanunla qadağandır. Və belə hallar üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində cərimələr və avadallığın müsadirə edilməsi kimi inzibati tədbirlər nəzərdə tutulmuşdur. Dövlət Radio Tezliklər İdarəsi vətəndaşları radio tezlik spektrindən düzgün və qanunvericiliyin tələblərinə uyğun istifadəyə çağırır.